Mən bilirəm ki, mən Azərbaycanlıyam, mən bu ölkədə yaşayıram və mənim missiyam var, xidmət eləmək istəyirəm. Bunu da dövlətçilik çərçivəsindən kənarda eləyə bilməzsən. Eləsən, artıq özünə çalışmağa başlayacaqsan. Olacaqsan ulduz. Siyasətçilikdən çıxıb olacaqsan ulduz. Gənclər bir şey bilməlidirlər. Bu dövlət və dövlətçilik bizə əmanətdir. Kimin əmanətidir? Qurucu babaların, Rəsulzadənin, Xoyskinin, Yusif Bəylinin, Topçu Başovun və digərlərin. Allah hamısını ruhunu şad eləsin. Və Azərbaycan uğrunda qan tökən insanların əmanətidir. Bəzən şəhidlər haqqında danışanda çox manipulyasiya eləyirlər o mövzuda. Şəhidlərin əmanəti yalnız onların ailələri, onların övladları, ana-ataları deyil. Şəhidlərin əmanəti həm də dövlətdir və dövlətçilikdir. Yəni onlar şəhid olmadılar ki, kimlərsə gəlib ürəkləri istəyəni həyata keçirsinlər. Onlar şəhid oldular ki, biz, siz, Azərbaycan vətəndaşı normal, sivil, hüquqi bir dövlətdə yaşasın. Və mən indi bax siyasi məhbus məsələsinə toxunduq. Onlara hökm oxuyan hakimlərə, onlara neçə illər istəyən prokurorlara sadəcə bunu xatırlatmaq istəyirəm ki, bu ölkə, bu dövlət nə heç kimin şəxsi mülkü deyil, nə obyekti deyil, nə də şirkəti deyil. Azərbaycan dövlətini dövlətçiliklə idarə etmək lazımdır. Və onlar bir qərar verəndə, bir addım atanda ən azı bir oturub düşünsünlər ki, bu ölkə bizə əmanətdir, biz şəhidlərin ruhundan utanmalıyıq.